Yani onlara görə dedi ki, yəni Fərəh də bilirdi ki, zamanında onlar da canlı yayım TikTok açıb məllaq eləyənlər idi. Fərəh onları gördü, moment axtardı ki, yəni buradakı xanımlar Kəmalənin dalıca danışırsınız falan filan. Meyxanaçı Samirə qızı Fərəhin polis tərəfindən saxlanılmasından danışıb. Müsavat.com-a açıqlama verən sənətçi bildirib ki, baş verən hadisələr ona mənfi təsir edir. Saxlanılmaq söhbəti yoxdur, inzibati cəzadır. Məhkəmə qarşısına çıxaraq, o ictimai mənəviyyata zid hərəkətlər etdiyi üçün 500 manat cərimələnib. Cərimə ödəyəcək, orada söyüş yoxdur, təhqir yoxdur. Məclisdə olan söhbətdir, çıxıb efirdə danışmayıb ki. Sadəcə Tolik efirdə gündəmə gətirdi, bu məsələ yaşandı. Xalq artistləri də, əməkdar artistlər də, aparıcılar da bu cür səhv edə bilir. Məni bu məsələlər narahat edir, mən anayam. Övladımın başından bir tük əskiyi olsa ürəyim parçalanar. Onun haqqına girib əxlaqsız adlandıranların özünə qaytarıram o sözü. Qızım əxlaqsız deyil, sadəcə səhv edib. İnsan yaşayırsa, səhv edər. Qızımı baltanın altına qoyub baltalamaq nə dərəcədə düzgündür? Elə bil ki, biz erməniyik, bunlar Azərbaycanlı. Olmaz belə etmək. Qızım və mənim üçün bu qədər narahat olanlara səslənirəm. Sakit olsunlar, ürəkləri gəlsin yerinə. Qeyd edək ki, meyxanaçı Samirənin qızı müğənni Fərəh Samirə qızının sosial şəbəkələrdə Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. Düz başlamadı o. O başlığı hardasa düz başlamadı, ancaq mən yenə də deyirəm. Fərəh orada Azərbaycan xalqına səslənməyib. Buradakı xanımları eşitsin hamı. Burada Tanınmış meyxanaçı Akşin Fatihin restoranı Bay Fatih bağlanıb. Meyxanaçı restoranın bağlandığını təsdiq edib. Xatırladaq ki, sözü gedən məkanda bir müddət əvvəl müştərilərə saxta içki verildiyi məlum olmuşdu. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.